Dedim ki, nə bişirim? Yarpaqları gördüm ki, çox gözəl olublar. Qonşu nərdivan da bizdədir. Dedim elə qoyum, yığım elə qəşəng. Nərdivanı qoyum, çıxım yığım. Qəşəng yarpaq dolması bişirim. Təzə yarpaqla. Keçən səfər düzdür qazanın altına üstünə düzmüşdüm yarpağı tam belə. Təzə yarpaqla olmasa da dadı çıxmışdı. Amma bu səfər də dedim tam olaraq özündən hazırlayım çıxdığı qədər. Buludların gözəlliyinə baxın, pambıq pambıq. Hava da çox gözəldir. Çox şükür nəhayət ki deyəsən yay gəlir. Salam, yeni gündən hər kəsə salam. Necəsiz xanımlar? İnşallah yaxşılarsınız. Çox şükür biz yaxşıyıq. Buraları süpürdüm, təmizlədim, sonra gətirdim gül əkməyə. İçərisində çıxartdım, elə kənara qoydum. Bunu da doldurdum. Qazaq torpağı deyə, qazaq torpağı. Gətirmişdim maşından gələndə qazaqdan torpaq. Biraz da var meşoyun dibində. Dedim gülü basırım qəşəng. Şey də tapa bilmədim bunu işlədiyimi. Basırım. O birisi gülləri də istəyirəm həyətə çıxardım. 2-3 gündür nəhayət ki havalar isinibdi. Gülü əkdim. Bacılar qazaq torpağından əkdim, becərdim. Hazırdır. Dünən tənəyin ətəri yolmuşamsa, yolmaşlamışamsa yazıq tənəyin başında yarpaq qalmayıb. Zərsər yeməyimizi yedik. Dərmanımı da içim. Axırıncısıdır. Birini yoldaşım içdi, biri mənə qalıb. Bu. Bunu da içim. Qızlar araşdırın, ChatGPT-yə yazın. 30 yaşdan sonra kalsium, kalium, sonra magnezium, əsas magneziumdur. Bunun içərisində magnezium azdır. Bir bacım yazmışdı, sırf bundan tapa bilmirəm. Sırf bu vacib deyil. Əsas odur ki, içərisində magnezium olsun, D3 olsun, kalsium olsun. Bu insana doğrudan da enerji verir. İndi bu qutardı, bu səfər mən bunu almaq fikrim yoxdur. Çünki bunun içərisindəki magnezium yaxşı deyildi. Bu səfər də başqa bir magneziumlu dərman alacağım. İnşallah görün bu gün ala bilsəm almaq fikrim var. Düzdür, dırnaqlarım elə də uzun deyil, amma yenə də var da, nə qədər olmasa. Bacınızda belə bir pisliklik var. Hər dəfə hamama girəndə belə bu şəkildə özüm üçün şotqa ayırmışam. Dırnaqlarımın arasını sabunlayıb, şotqlayıb yuyuram. Gülü basırdım, əllərimi yudum. Baxdım ki, üzüm yaman dartılır. İstər bilirsiniz də bundan istifadə edirdim. Görünürmü? Çox gözəl ləkələrimi götürüb dedim çəkim, eyni zamanda nəmləndirir də. Səhər-səhərdə qış paltarları, yay paltarlarını çıxartdım. Qış paltarlarını yığışdırdım, qoydum. O da yay paltarları olan xurcundur. İndi onlar bir sortirovka edirdim. Elələri var, yüyüləsidir. Evdə nəmişlik var, istər-istəməz. Baxsan ki, qoxu gəlir. Onlar yüyüləsidir. Onları çıxardıb bir seçib yuyacağım. Dediyim kimi şivanelin içərisini rahatladım. Lap qışlıqları yığışdırdım. Tam qışlıqları yığışdırmadım düzdür. Amma belə altdan geyinilən pijamaları zadı yığışdırdım. İndi yay üçün olanları da çıxardıram. Onları da çıxardım. Baxın hansı yüyüləsidir. Onları yuyum. Yavaş-yavaş çox şükür qışdan yaya keçiririk. Deyəsən o günləri görmək nəsib oldu. Qızlar, bu krem də çox möhtəşəmdir. Əməlli başlı ləkələrim var idi. İnansız fikirləşirdim ki, gedim üzümün dərisini soydurum. O melezma ləkələri geçsin. Sonra mənim əlim din tutmur. Dedim birdən onu da soydurandan sonra gərək əl vurmayasan da. O dərini quruyub qopan dərini özün qopartmayasan əlinin. Özü qopa tükə bir-bir. Məndə də elə xasiyyət yoxdur. Üzümdə bir dənə pirişik çıxdısa onu dedirəm özümdən asılı olmayaraq. Qorxumdan getmədim ki, əlimi vuraram. İzi qalır. Bu səfər də onun izi qalır. Sonra sağ olsun lazer ustam bunu dedi. İndi çəkirəm, çox gözəl təsir göstərir. Əməlli başlı ləkələrimi parçalayıb, əvvəl yumruydursa indi oradan-buradan az-az qalıbdır. Keçin bunları da yerləşdirim, rahatlayım. Pəncərəni də açmışam nəhayət ki, eşiyin havası içəridən istidir. Ona görə ayna, pəncərə, qapı hamısını açıb qoymuşam. Günortaya qəşəng İnci ilə qərar verdik ki, yarpaq xəncəl bişirim. Oğlum narazılıq elədi, yemir o. Dedi ki, ondan sonra da makaron pişir. Biz də makaron qızartmasını elə xoşlamırıq. Ona görə eyb yox, makaron pişirim. Yarısını qızardım, yarısını da süzüm xəncəl kimi. Biz sarımsaq qatıqla xoşlayırıq. Qaynanam İnci, mən, Vaqiflə atası isə xoşlayırlar bunu qızartmasını. Nəysə, ona görə 2 qazan astım bu səfər. Arxada da uşaqların səsi gəlir. Qaynım qızı bizdədir. Oturub oynayıb, danışıb gülürlər orada nəsə divanın üstündə. Onların da oradan səsləri gəlir. Günortanı da belə yola verdik. Suyunu qoydum. O birisi tərəfdə də qızarmağa qoydum. Biz sarımsaqlı qatıqla, onlar da adi qaydada yeyəcəklər. Axşama da dediyim kimi, bilmirəm bu hansı gündür. Ya ördəyi bişirəcəm, ya da ki,
yarpaq dolması bişirmişdim. 2 günü üst-üstə çəkdim deyə indi videolar biraz qarışıq gələ bilər, amma 2 gündür. Xanımlar, bilirsiniz ki, arıqlama yolunda əmin addımlarla irəliləyirik. Bir xanım yazmışdı ki, arıqlamaq üçün nə edirsiniz? Qızlar, hər gün yürüyüş edirik, 2 saata yaxın, özdə tempolu yeriyirik. 2 gündür daha doğrusu yoldaşım rayona gedib deyən, gəzmək yoldaşım, padruqam. Ona görə gəzə bilmirəm, yaman tənbəlləşmişəm. İnşallah bugündən yenə başlayırıq gəzməyə. Adamın doğrudan da yoldaşı olmayan da gəzmək yoldaşı adam gəzə bilmir. Ona görə mütləq yanında kimsə olmalıdır ki, birlikdə gəzəsən, əylənəsən, yoxsa tək başına belə tempolu gəzmək mümkünatı yoxdur. İkimiz də çıxırıq hər gün tərəziyə, baxırıq ki, doğrudan da çəkidən gedir. Ən azından istədiyimizi yeyirik, amma ki, çəkimiz artmır. Deməli, balkondaydı. Balkonda deyildi, koridordaydı. Heç evə də qoymamışdım qışda. Elə koridorda qaldılar. Sonra da çıxartdım, aprelin axırı qoydum bura. İnansız qızlar, buna gözüm kimi baxırdım, açmırdı. İndi gətirib tullamışam bura, sulamıram da, heç nə eləmirəm də. Həm qəşəng zoğları çıxıb, hamısının düz dibləri quruyubdu. Həm də ki, qəşəng gül açır. Birinci səfərdə görürəm bunun gül açdığını. Bu qaba mən bir neçə cür basırmışdım. Rəngarəng, sarı var idi, qırmızı var idi, bilmirəm başqa nə rəng var idi. İndi açırlar. Baxmayanda belə açır. Bunun içərisində də bu yonca gülündən bitib. Bunu da həmçinin gətirib qoymuşdum aşağı, baxmırdım. Yəni qaranlıqda koridorda qalmışdı. Bu da qış, yay burada olur. Xoşum gəlmir bu güldən. Amma yenə də nə solmur, nə soyuq vurmadı. Elə çox üzdü güldü. Hələ ki yaşayır. Gedirəm mağazinə, bir şey alması şey var. Onları alaq gərək. Havanın gözəlliyi. Bizim buralar cənnət kimidir. Sanki heç şəhərdə yaşamırıq. Quşlarımız, çiçəklərimiz, ağaçlarımız. Mağazindən gəldim. Nədir? Kartof aldım. Bir də konfet aldım. Qaynanamın konfeti qutarmışdı. Paltarları yığdım. Onları qatladım 2 partiya. Bunları yuyub sərmişdim. Hər gün paltar olur. İndi bunları yerləşdirim. Dedim o birisi partiyanı qoyum. Onlar da yuyulsun. Belə qızlar. Günlük işlərimizə davam edirik. Amma pişirmək üçün ördək çıxartdım. Bu ördək bəlkə də 2 aydır bizim buzluqda durur. Uşaqlar xoşlamır deyə pişirmirdim. Qabları yerləşdirdim. Çayı yenidən dəmlədim. Çaydanı qoydum qaynasın. Bəlkə də ən çox çay içilən ev bizim evdir. Qaynanam sözü bir şey gözləyir ki, çay dəmlənsin, yeni çay içsin. Bunun üstünü yudum qızlar. Bir yerdən sonra üzərində belə dalğalar əmələ gəlir. Qabları yerləşdirim. Gətirim paltarları qoyum. Yuyulsun, hava qəşəngdir. Çıxmışam, indi paltarları qatlamamışdım qabaq ki, eşdəkləri də götürüm, birlikdə qatlayım da hamısını. Baxıram ki, günəş çıxıb, bir-iki dənə də belə damcılayır yağış. Həm günəş çıxıb, həm yağış yağır. Elə yağmırdı, bir tərəfdə çobanaladan deyirlər. Yəqin ki, nəsə bir damcı atdı, qutardı. Axşama da bu var, görüm uşaqlara nə edirəm. Uşaqlar yiyəsi deyil. Görək uşaqlara nə var, nə hazırlayaq. Paltarları qoydum, yuyulsun. Siz görmədiyiniz məqamlarda evləri tozsoranladım, sildim, tozsoranın içərisini çıxartdım. Hamısını yudum, təmizlədim. O deyirlər, bunlar tozsoranın ciyarıdır. Doğrudan da onlar tutulanda tozsoran yaxşı işləmir. Paltarları qoymuşam, indi sıxır. Çox yəqin hissəsi buralarla bildir. Bir stəkan mərci yudum, təmizlədim. Bir dənə kartof soğan. Bir dənə uşaqların xoşladığı sulu yemək mərcidir. Ona görə çalışıram həftədə heç olmasa bir dəfə pişirim. Çünki başqa sulu yemək yemirlər. Üstünə qoyum mərcini tez pişsin. Onlar gələnə qədər ördək pişirəcəm dediyim kimi. İndi bilmirəm ona razı olacaqlar, nə olacaq. Onu da axşam fikirləşərik, onlara əlavə nə pişirim. Mərcini sizə də bir dənə kartof qırdalayıb atıram, onda həlimli olur. Tam su kimi olmur. Bir stəkan da mərci, bir soğan, bu qədər. Kök qatanda, həmişə kök də qatırdım. Kök qatanda mənimkilər yemirlər, bilmirəm yeyər. Kartofu xırda-xırda doğrayıram. Buz da axırda blenderdan keçirirəm, amma yenə də xırda-xırda doğrayıram ki, tez pişsin. Bir də nəsə istəyirəm, şirniyyat hazırlayayım. Sonra da ki, şirniyyat hazırlayanda özüm də yeyirəm. Dinən, məsəl üçün, yoldaşım nə idi, belə yumru olur. Əvvəl biz alırdıq balacalarını, onun yekəsini alıb gətirmişdi. Uşaqlarla birlikdə mən də yedim. Əməlli başlı da yedim. Özümü saxlaya bilmirəm şirniyyat olanda. Ona görə həm pişirmək istəyirəm, həm istəmirəm. Mərcini də yerinə qoyum.
Yeməyimiz pişir. Hava da o qədər gözəldir ki, qızlar. Maşallah olsun, maşallah olsun. Göz dəyməsin. Bugün hava çox qəşəngdir. Mənim aynalarıma fikir verməyin. Aralar buxardı. Çox gözəl gün çıxıb. Dəli şeytan deyir ki, o nərdivanı qoy oralara, yarpaqları yığ. Dedim, yarpaqları yığmayın. Hava çox gözəldir. Elə gözəl isti var ki, nəhayət ki, canım isindi. Evləri, işləri də təmizlədim. Qəşəng hamısını sildim, süpürdüm. Hamamı, tualeti təmizlədim. Biraz yoruldum. Paltarlar var idi. Onları qatladım. Yüyləsələri yudum, sərdim. Oturub vloga baxıram televizorda. İçində skuşonka aldığım qablardan 3 dənə qoymuşuq. Yoldaşım bunlara yemək alıb gətirib. Əvvəl bu ikisi bizim qapıya gəlmirdi. İndi bunlara baxan xanım işləyir deyə bunlar da gəlirlər. Qoymuşuq hərəsinə ayrı-ayrı yeyirlər burada özləri üçün. Çox vaxtda bu yeməyi bəyənib yemirdilər. İndi çox acıblar deyə yeyirlər. Hava qaralıb, axşamüstüdür. Panda. Bunlar da öz yeməklərini yesinlər burada. Pis pis. Qızlar, o dediyim şirniyyat budur. Nədir buna? Qarabağ kətəsi deyirlər, yoxsa nə deyirlər, tam adını bilmirəm. Bundan alıb gətirib elə də gözəl istəyirdi ki, yəni yeməmə mümkün deyildi. Özümü saxlaya bilmədiyim biraz bundan yedim. Salfetka qurtarmışdı. Salfetka alıb səhər uşaqlar yesin deyə şor alıb, belə kalbasa alıbdı onun yanında. Pomidor, xiyar alıb. Bu şoru da həmişə başqa firma alırdı. Bu səfər fərqli alıbdı. Dediyim kimi pomidor alıb, xiyar alıb, çörək yemirəm mən. Çalışıram onun yerinə salatı bol edeyim. Belə popkeklər endirimdəymiş. Popkek götürüb, meyvə götürübdü, alma götürüb. Qızlar, mən nə qədər müalicə olunsam da bağırsağın bərpası üçün almadan yaxşısı yoxdur. Belə narinci götürüb, popkeklərində cürbəcürünü götürüb, yer fındığı götürüb. Elə bil ki, mən dietada olanda qəsdən bu çoxlu şeylər alıb gətirir. Zarafat bir yana, bugünə qədər mən heç dieta saxlamamışam. Saxlayanlara da, yəni deyirdim nəyi var ki, çox asan bir şeydir. Amma elə də asan deyilmiş, doğrudan da çətin imiş. Bilirəm, deyəcəksiniz ki, vlog paylaşmırsan, paylaşanda da çox az paylaşırsan. İnansız imkan edib çəkə bilmirəm. İndi getmişdim 2 dəqiqə vlogu orada montaj edeyim. Gəldim ki, evdə belə mənzərələr var. Neyse, buraları yığışdırım. Vlogu bağlayım. Neçə gün? 3 gündür. Bugün 3-cü gündür. Mən hələ ki bir vlogu tamamlaya bilməmişəm. Özdə baxıram, dəqiqəsi çox azdır. Evdə xəstə adam olanda vlog çəkib paylaşmaq olmur. Buraları yığışdırım. Səhərin qablarını yumuşam. Səhər bugün 6-cı gündür deyə hamı yumurta yedi, qayğanaq yedi. Nə bilim, soyutma yumurta, kimin ağlına nə kəsdi onu yedi. Məsəl üçün yarpaq dolması bişirmişdim. Dibində biraz yapışdırmışam. Hətta inci səhər ondan yedi. Qəndə doldurum. Keçin buraları yenidən təmizləyib yığışdırmağa. Qızlar, dediyim kimi, evdə xəstə adam olanda çəkib paylaşmaq olmur. Ona görə düzəməlli çəkməyə nə hövsələm olur, nə halım olur. Belə, bugünlük məndən bu qədər olsun. İnşallah sevərək, bəyənərək izlədiyiniz bir vlog oldu. Bəyəndinizsə videonu bəyənib, şərh yazmağı, abunə olmadan izləyən xanımlar abunə olmağı unutmayın. Bizim evdə də kompot içilmir. İnansız 2 gündür açmışam bunu, hələ içən yoxdur. Arada bir yoldaşım içir, mən də sevmirəm. Uşaqlardakı vapşi sevmir. Zoğal olanda da ki, vapşi heç sevmirlər. Dediyim kimi, bugünlük məndən bu qədər olsun. Gətirim mən də buraları yığışdırım. Hələlik qızlar, sağ olun, sağlıqla qalın, Allaha əmanət olun. Öpürəm hər birinizi, gözəl bacılarım. Dəstək olmağı, ən azından çiçəkdən, böcəkdən, ürəkdən qoymağı rəylərdə unutmayın. Hələlik.